Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Nəticədə 4 nəfər həyatını itirib, yaralılar var. Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobo Park 1 yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunub. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğınsöndürənlər tərəfindən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 45 kvadrat metr olan 2 otaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 kvadrat metr sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobo Park 1 yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosesual hərəkətlər icra edilir. Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub. Hadisə nəticəsində əmələ gələn tüstüdən ikisi azyaşlı olmaqla 4 nəfər boğularaq ölüb. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək deyə Baş Prokurorluğun məlumatında bildirilir. Təbibdən isə bildirilib ki, 5-i 12-ci ay 2025-ci il tarixində saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobo Park 1 yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım tərəfindən 4 nəfər qadın tüstüdən zəhərlənmə diaqnozu ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Hadisə yerində 4 nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb. Kliniki tibbi mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-ünün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Bir nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.